Salam, hər vaxtınız xeyir. Artıq bildiyiniz kimi iyun ayının 1-də 1-ci və 4-cü ixtisas qrupları üzrə 1-ci cəhd blok imtahanı keçirildi və eyni zamanda TC alt qrupu üzrə də təkcə coğrafiya imtahanı keçirilmişdi və indi isə imtahanda istifadə olunmuş test nümunələrinin doğru cavablarını göstərəcəm. Və xatırladım ki, 1-ci ixtisas qrupunda riyaziyyat fənnindən bir sualda səhvlik olubdu və ona görə də o abituriyentlərin xeyrinə göstəriləcək. Yəni abituriyentlər onu düzgün cavablandırmış kimi hesablanacaq və o ulduz şəklində veriləcək. Və eyni zamanda səhv olan sual da göstərirəm sizə. A variantında 11, B variantında 18, C variantında 8, D variantında 13 nömrəli sual səhv qəbul edilmişdir. Ona görə bütün abituriyentlərə təxminən 4,5 bal veriləcək. Hər birinizə uğurlar arzu edirəm.